Bəşəriyyət tarixini dəyişən 5 tibbi kəşf. Bu kəşflərdən əvvəlki dövrü təsəvvür etmək çətindir. Peyvəndlər. Peyvəndlərin sayəsində orqanizm infeksiyaya qarşı əvvəlcədən hazır olur. Çiçək xəstəliyi məhz peyvənd sayəsində dünyadan tamamilə silinib. Poliomiyelit isə bir çox ölkədə demək olar ki, yox olub. Antibiotiklər 1928-ci ildə pensilinin kəşfi bakterial infeksiyaların müalicəsində inqilab yaratdı. Ondan əvvəl sadə yara və ya pnevmoniya belə ölümcül olurdu. Antibiotiklər o vaxtdan bəri milyonlarla insanın həyatını xilas edib. MRT, maqnit rezonans tomoqrafiyası bədənin daxili orqanlarını və toxumalarını əməliyyata ehtiyac olmadan yüksək dəqiqliklə görüntüləməyə imkan verir. Xüsusilə beyin, onurğa və oynaqlarla bağlı xəstəliklərin diaqnostikasında əvəzolunmaz üsullardan biridir. Anesteziya. Bir vaxtlar əməliyyatlar demək olar ki, ağrı kəsicisiz aparılırdı. Müasir anesteziya sayəsində isə xəstələr ağrı hiss etmədən mürəkkəb cərrahi əməliyyatlar keçirə bilirlər. Bu kəşf cərrahiyyənin inkişafında ən mühüm dönüş nöqtələrindən biri hesab olunur. İnsulin. 1921-ci ildə insulinin kəşfi birinci tip diabet diaqnozu alan insanlar üçün həyati dönüş nöqtəsi oldu. Əvvəllər bu xəstəlik çox vaxt ölümcül hesab edilirdi. Bugün isə insulin müalicəsi sayəsində milyonlarla insan uzun və aktiv həyat yaşayır. Bəs gələcəkdə tibbdə daha hansı yeniliklərin olmasını istəyərdin? Şərhlərdə görüşək.